Funksiyanın tədqiqinə aid sualların izahına davam edək. 221 nömrəli sualda qrafikin qabarıqlıq intervalı soruşulur. Bu funksiyana aid bir sual var idi yuxarıda. Mən bu funksiyanın teoreməsini almışdım, amma yenə də bir də həll edək. Qrafikin qabarıqlıq intervalı artıq biz bilirik ki, ikinci tərtib teoremənin funksiyanın ikinci tərtib teoreməsi nə olmalıdır? Qabarıqlıq intervalı üçün sıfırdan kiçik olmalıdır. İkinci tərtib teoreməni alaq. Hasil funksiyası kimi baxacağım. Birinci tərtib teoreməni alanda birinci funksiyanın teoreməsi vurulsun ikinci funksiya. Daha sonra üstə gələk. Birinci funksiya olduğu kimi qalar. İkinci funksiyanın teoreməsi 1 eləyər. Bunu açıb sadələşdirim. Sonra ikinci tərtib teoreməni alaram. X kvadrat üstə gələk. X çıx 2x çıx 2. Üstə gəl x kvadrat çıx 2x çıx deyil toplamadır. Üstə gəl 1. Buradan da alırıq nə? 3x kvadrat. Burada mənfi x eləyər. 2-yə vuranda mənfi 2 ilə müsbət 2 bunlar gedər. 2-ni mənfi 2-yə vuranda mənfi 4. Üstünə 1 gələndə mənfi 3. Belə bir funksiya aldıq və ikinci tərtib teoreməni də alanda bu funksiyadan teorem almalıyam. Bu da 6x eləyir. 6x eləyir. 6x sıfırdan kiçik olması üçün x nə olmalıdır? Sıfırdan kiçik olmalıdır. Cavabımız olur mənfi sonsuzluq 0 aralığı. 222 nömrəli sual. Bu funksiyada tanışdı. Bu funksiyanın teoreməsinə aid suallar var idi. Şərtdə başqa sual soruşulurdu, amma funksiya həmən funksiyadır. Qrafikin əyilmə nöqtəsi ikinci tərtib teoremənin 0 olduğu nöqtədir. Ümumiyyətlə, burada dayanıb yenə də mən ümumi bir sizə təkrar verim. Böhran nöqtəsi deyəndə birinci tərtib teoremə 0-a bərabər olurdu. Əyilmə nöqtəsi deyəndə ikinci tərtib teoremənin 0-a bərabər olduğu nöqtələrdir. Artma aralığı birinci tərtib teoremənin 0-dan böyük olduğu aralıq. Azalma aralığı birinci tərtib teoremənin 0-dan kiçik olduğu aralıq. Qabarıqlıq intervalı ikinci tərtib teoremənin 0-dan kiçik olduğu, çöküklük intervalı isə ikinci tərtib teoremənin 0-dan böyük olduğu intervaldır. Əyilmə nöqtəsi soruşulursa, deməli deyimiz kimi ikinci tərtib teoremə 0 olmalıdır. Birinci tərtib teoreməni alaq. 4x kubu çıxaq 12x kvadrat çıx 96x üstə gələk 6. İkinci tərtib teoreməni alın. Bu 12x çıx 24x çıx 96 bərabər 0. Ona görə siz həmişə çalışın, həlləri biləsiniz ki, baxın, bu funksiyanın verildiyi artıq bu mənim xatırladığım 3-cü sualdır. Düzdür, fərqli şərtlər soruşulur. Əyilmə nöqtəsi, artma, azalma aralığı, azalma aralığına daxil olan ən böyük mənfi ədəd, qabarıqlıq intervalına daxil olan ən böyük müsbət ədəd. Yəni bu tipli fərqli suallardır. Ona görə də siz misalın cavabını əzbərləyəndə, testlərin cavabını əzbərləyəndə yəni səhv etmə şansınız çox olur. 0-a bərabər olduğu hər iki tərəfə 12-yə bölsəm çıx 2x çıxaq 8 bərabər 0 və 2 dənə bunun nöqtəsi var. 2 nöqtəsi var. Biri 4-dür, biri isə mənfi 2-dir. Çünki bir-birinə vuranda mənfi 8 eləməli, toplayanda müsbət 2 eləməlidir. Bir teoreminə saysan. Mənfi apsis soruşulur. Mənfi apsis soruşulursa bu mənfi 2-dir. Müsbət apsis soruşulsaydı bu 4 olardı. Sonra 223 nömrəli sualda funksiyanın qrafikinin bizdən soruşulur şaquli asimtotu. Şaquli asimtot nədir? Bir növ kəsilmə nöqtəsi kimi baxa bilirik buna. Yəni kəsilmə nöqtəsi də məxrəcin ala bilmədiyi qiymət. X burada nəyi almır? X plus 2 0-dan fərqli olmalıdırsa x fərqli mənfi 2 olmalıdır. Deməli, x-in mənfi 2-yə bərabər olduğu düz xətt, yəni bütün nöqtələr hamısı bu funksiya üçün şaquli asimtotdur. Eyni ilə də 224-də də deyə bilərik. X kvadrat çıx 4 fərqlidir 0 olmalıdır. X fərqlidir müsbət mənfi 2 olmalıdır. Yəni x bərabərdir 2 və x bərabərdir mənfi 2. Hər ikisi şaquli asimtotdur. Bizdən müsbət soruşulduğuna görə biz də müsbət olan asimtotu cavab olaraq götürürük. Burada isə mail asimtot soruşulur. Mail asimtotun tapılması qaydasına
Xatırlayaq, y bərabərdir kx plus b düz xəttini axtarırıq. Mayl asimtot budur. K-nı tapmaq üçün biz fx-i x-a bölüb limit alırdıq. Fx-i x-a bölək. X kubu üstə gələk 2 bölünsün. X vurulsun. X kvadrat çıx 4. Bu limit nəyə bərabərdir? Sürətin də qüvvəti 3-dür. Məxrəcin də qüvvəti 3 olduğu üçün əmsallar qalır. Burada da 1 böl 1 k eləyir 1. İndi b-ni tapaq. B-ni tapanda isə fx-dan kx-ı çıxıb sonra x müsbət sonsuzluğa yaxınlaşanda limit alırdıq. X müsbət sonsuzluğa yaxınlaşan limit. Fx-in özünü yazırıq. X kubu üstə gəl 2. Məxrəcdə isə x kvadratı çıx 4-dür. Çıxılsın k vur x, k-nı 1 almışıqsa çıxaq x bərabərdir. Ortaq məxrəc gətirək, x kvadrat çıx 4 eləyər. Sürətdə x kubu üstə gələk 2, çıxılsın x kubu üstə gələk 4x. X kubları islah olundu, bərabərdir. Sürətdəki çoxhədlinin qüvvəti 1, məxrəcdəki çoxhədlinin qüvvəti isə 2-dir. Məxrəcin qüvvəti sürətin qüvvətindən böyük olanı, deməli məxrəc daha sürətlə sıfıra, sonsuzluğa yaxınlaşır, nəinki sürət. Ona görə də bu limit nəyə bərabər olur? Sıfıra. Deməli b sıfırdır. Onda bizim axtardığımız y düz xətti k 1 olduğu üçün sadəcə y bərabərdir x düz xəttini alırsınız. Baxın, bu funksiyada tanışdı. Buna aid başqa bir sual var idi. 226 nömrəli sual. Funksiyanın artma intervalı soruşulur. Artma intervalı birinci tərtib teoremənin sıfırdan böyük olduğu intervaldır. Bu funksiyaya mən hasil kimi də baxa bilərəm, nisbət kimi də baxa bilərəm. Gəlin nisbət funksiyası kimi baxaq və teoreməsini alaq. Məxrəcin kvadratı, sürətin teoreməsi vur məxrəc, çıxılsın sürət vur məxrəcin teoreməsi. Niyə nisbət kimi baxdım? Y üstü mənfilərdə çaşqınlığım yaranmasın deyə. Hər tərəfə y üstü x-a bölə bilərik. Sürətdə 1 çıx x, məxrəcdə isə y üstü x qalar. Sıfırdan böyük olması üçün məxrəc onsuz da həmişə sıfırdan böyükdür. Y üstü x funksiyasının qiymətlər çoxluğu sıfır müsbət sonsuzluqdur. Sıfırı almır. Sıfırdan müsbət sonsuzluqadır. Ona görə həmişə müsbətdir. Deməli, yalnız sürət müsbət olmalıdır. 1 çıx x sıfırdan böyük olması üçün x kiçikdir 1 olmalıdır. Deməli, cavab mənfi sonsuzluqdan 1-ə qədər olur. Funksiyanın artma intervalı 227 nömrəli sual. Yenə də birinci tərtib teoremə böyükdür 0. Nisbət funksiyası olduğu üçün nisbət funksiyası kimi də tapaq. Ln kvadrat x. Sürətin teoreməsi vuraq məxrəc, çıxılsın, sürət vurulsun məxrəcin teoreməsi. Bərabərdir, birlər ixtisar getsə qalar ln x çıx 1 sürətdə. Məxrəcdə isə ln kvadratı x. Bu ifadə həmişə müsbətdir. Deməli, bizə lazım olan odur ki, sürət müsbət olsun. Ln x böyükdür 1 olmalıdır. X də böyükdür. Ln y əsasdan olduğuna görə y üstü 1-dən. Yəni x y-dən böyükdür. Y müsbət sonsuzluq. Artma intervalımız oldu. 228 nömrəli sualda ekstremum tapmalıyıq. Ekstremum üçün ilk növbədə böhran nöqtəsi almalıyıq. Funksiyanın teoreməsini alıb sıfıra bərabər eləyək ki, böhran nöqtəsini tapaq. Bərabərdir. Fərq funksiyasıdır. 1 çıxılsın. Arctangensin teoreməsi 1 üstə gəl x kvadratdır. Ortaq məxrəcə gətirsək, 1 üstə gələk x kvadrat. Burada nə qalır? 1 üstə gələk x kvadrat çıx 1. Deməli, cavabda qaldı x-in kvadratı, 1 üstə gələk x-in kvadratı. Bunun sıfıra bərabər olması üçün sürət nə olur? X kvadrat bərabər 0 olur, x bərabər 0 alırıq. Amma x bərabər 0-ın hələ ekstremum olub olmamasını deyə bilmərik. Niyə? Çünki ekstremum olması üçün funksiyanın teoreməsinin işarəsi bu aldığımız böhran nöqtəsi ətrafında əgər müsbətdən mənfiyə doğru getmişdirsə, artmadan azalmaya doğru getmişdirsə, bu maksimum nöqtəsi yox, azalmadan artmaya doğru getmişdirsə, bu minimum nöqtəsi olmalıydı. Amma gəlin baxaq bu funksiyanın teoreməsinə. Sıfırdan kiçik qiymət versək də bu teoremə müsbət olar. Sıfırdan böyük qiymət versəm də yenə müsbət olar. Düzdür, x kvadrat da müsbətdir, 1 üstə gəl x kvadrat da müsbətdir. Yəni, böhran nöqtəsinin ətrafında funksiya işarəsini
saxlayır, dəyişmir. Dəyişmirsə, deməli bu böhran nöqtəsi ekstremum nöqtəsi deyil. Yəni bu funksiyanın ekstremumu yoxdur. Alfanın hansı qiymətində funksiyanın qrafikinin əyilmə nöqtəsinin apsisi x bərabər 1 olar. Əyilmə nöqtəsini bilirik. Əyilmə nöqtəsi ikinci tərtib teoremənin sıfır olduğu nöqtədir. Yəni x bərabər 1 olanda, funksiyanın ikinci tərtib teoreməsinə x bərabər 1 olanda 0 olmalıdır ki, biz bu misalı həll edə bilək. Birinci tərtib teoreməni alıram. F-lə yazdım, şərti olaraq yazdım. Y-də, yəni funksiya kimi işarə olunur, F-də funksiya kimi işarə edə bilərik. Birinci tərtib teoremi bərabərdir 4x-in kubu üstə gələk alfa bölək ln x-in teoreməsi 1 bölü x-dir. İkinci tərtib teoreməsi isə eləyər 12x 1 bölü x-in teoreməsi mənfi 1 bölü x kvadratdır. Yaxşı, bu bərabər olmalıdır 0-a. Nədə? X bərabərdir 1-də. Alaram 12 çıxılsın alfa bölək 1 bərabərdir 0-a. Alfa da bərabərdir 12-yə. Funksiyanın qrafikinin şaquli asimptotları x bərabərdir a və x bərabərdir b olarsa AB hasilini tapın. Şaquli asimptot biz məxrəcin 0 olduğu halda demişdik, təyin edə bilərik və bu məxrəcin 0 olduğu üçün 2 dənə kök var. Bunlardan biri neçədir bunun biri? Əslində köklər onsuz da mənə lazım deyil. AB hasili Viet teoreminə əsasən mənfi 2-dir. Burada görürəm bunu. Axtardığım sualın cavabı mənfi 2-dir. Köklərin cəmi isə mənfi 3-dür. Bəli, deməli bizim cavabımız eləyir mənfi 2. Yəni köklərin neçə olduğu, A-nın və B-nin neçə olduğu önəmli deyil. Önəmli olan hasildir. Hasil də mənfi 2-dir. Funksiyanın parçada ən böyük qiyməti. Birinci parçada uc nöqtələrdə yoxlamaq lazımdır. 0 böl 1 bərabərdir 0-a. İkinci F2-də bərabərdir 2 bölək 5. Daha sonra isə funksiyanın teoreməsini almalıyam. Nisbət kimi baxsaq 1 üstə gəl x kvadratının kvadratı. Sürətin teoreməsi vuraq məxrəc. Çıxaq sürət vur məxrəcin teoreməsi. Bu ifadəni də sadələşdirsək alaraq 1 çıxaq x kvadrat. 1 üstə gəl x kvadratının kvadratı bərabərdir 0. Bərabərdir 0-da x bərabərdir müsbət mənfi 1 olmalıdır. Deməli, həm də əlavə olaraq mən yoxlamalıyam f-i 1-də 1 böl 2 eləyər. 1-də f-i yoxlamalıyam mənfi 1-də. Bu üçüncü qiymətimiz, bu isə dördüncü qiymətimiz. F mənfi 1-də isə bərabər olar mənfi 1 böl 2-yə. Amma mənfi 1-i yoxlamaq lazım deyildi əslində. Çünki mənfi 1 parçaya daxil olmur. Parçaya daxil olan 1 nöqtəsi, 0 nöqtəsi və 2 nöqtəsi. Bu üçünü müqayisə etmək lazımdır. Bunların da arasında ən kiçik olan elə hansıdır? Budur, 0-dır. 0 almışdıq bayaq. Cavab 0-dır. 232 nömrəli sualda yenə də parçada ən böyük qiymət soruşulur. Tapaq. Parçanın uc nöqtələrində qiymətlərə baxmalıyam. Amma bu funksiya cüt funksiyadır. Cüt funksiya olduğu üçün parçanın uc nöqtələrində hər iki halda eyni qiymət almalıdır. 2 üstü 4. 4 vur 4, 16. Çıx 8. Üstə gəl 5. 13. Böhran nöqtəsini tapın. Funksiyanın teoreməsinin 0 olduğu nöqtələri tapmalıyıq. 4x kubu çıx 4x bərabərdir 0-a. Bu tənliyin 3 dənə həlli olmalıdır. Kub tənlik olduğu üçün 4x-i çıxarsaq x kvadrat çıx 1 bərabərdir 0-a. X bərabər 0, x bərabər 1, x bərabər mənfi 1. Hər üçü parçaya daxil, deməli hər üçündə qiyməti yoxlamalıyıq. F0-da bərabər olar 5-ə. F1 ilə F mənfi 1-də eyni qiymət alar. Dediyim kimi cüt funksiyadır. 1 çıx 2 üstə gəl 5. O da bərabərdir 4. Deməli, 2 dənə qiymətimiz var. 5, 4, bir də 13. Bunların içində ən böyük olan 13-dür.
Funksiyanın əyilmə nöqtəsinin apsisini tapın. Sadə sualdır. İkinci tərtib teoremini almalıyıq ki, sıfır eləsin. Birinci tərtib teoreməsi bu funksiyanın ln x-in teoreməsi 1/x-dir. İkinci tərtib teoreməsi isə 1/x-in teoreməsi mənfi 1/x-in kvadratıdır. Bərabərdir 0. Bu tənliyin həlli yoxdur. 1/x kvadratı heç vaxt 0 olmaz. Boş çoxluq. Deməli, nədir? Əyilmə nöqtəsi bu funksiyanın yoxdur. Funksiyanın qrafikinin çöküklük intervalı ikinci tərtib teoreməsi böyükdür 0 olan intervalı axtarırıq. Birinci tərtib teoremə bərabərdir 3x kvadratı çıx 24x-a. İkinci tərtib teoremə isə bərabərdir 6x çıx 24-ə. Sıfırdan böyük olması üçün hər tərəfi 6-ya bölsəm, x böyükdür 4 alınır, 4 müsbət sonsuzluq. Funksiyanın çöküklük intervalı ikinci tərtib teoremə alaq. Bu şərtlə başqa bir sual var idi. Bu funksiya mənə tanışdır. Mən bunun teoreməsini almışam. İkinci tərtib teoreməni alım. Əvvəl birinci tərtib teoreməni alım. Hasil kimi baxsam, birincinin teoreməsi vuraq ikinci funksiya. Üstə gələk, birinci funksiya vurulsun ikinci funksiyanın teoreməsi. İkinci tərtib teoremə üçün bundan bir dənə də teoremə almalıyıq. Alaq. Arktangensin teoreməsi 1/1 üstə gəl x kvadratı idi. Digərinə isə nisbət funksiyası kimi baxmalıyam. Məxrəcin kvadratı, sürətin teoreməsi vurulsun məxrəc, çıxılsın sürət vurulsun məxrəcin teoreməsi. Sürətdə burada 1 çıx x kvadratı yaranır. Bunu ortaq məxrəc gətirsəm, alaram 1 üstə gəl x-in kvadratı, üstə gələk, burada kvadratdır, burada isə bir dənə idi. Ona görə 1 üstə gəl x kvadratdan vurdum. İkincinin sürətindən isə 1 çıx x kvadrat qalar. X kvadratlar islah olundu, qaldı 2 bölünsün, 1 üstə gələk, x kvadratının kvadratı, səhv etmirəmsə belə bir şey qaldı. Məxrəc həmişə müsbətdir, sürətdə də 2-dir, o da müsbətdir. Müsbəti müsbətə böləndə həmişə müsbət olur. Deməli, bu qrafik bütün mənfi sonsuzluq, müsbət sonsuzluq intervalında nə edir? Çökük olan funksiyadır. Aktanges qrafikinin qabarıqlıq intervalı yenə də ikinci tərtib teoremi almalıyıq. Birinci tərtib teoreməsi 1/1 üstə gəl x kvadratdır. İkinci tərtib teoreməsi isə buna belə baxa bilərəm əslində. 1 üstə gələk x kvadratı üstü mənfi 1 kimi baxa bilərəm, düzdür? Yəni elə bil 1/x-in teoreməsi, 1/x-in teoreməsi də mənfi 1/x kvadratı eləyir, düzdür? Və bir dənə də mürəkkəb funksiya olduğu üçün məxrəcdən teorem almalıyam. O da 2x eləyər, vurulsun 2x. Baxaq bizdən nə soruşuldu? Qrafikin qabarıqlıq intervalı, qabarıq olması üçün də ikinci tərtib teoremə sıfırdan kiçik olmalıdır. Məxrəc həmişə müsbət olduğu üçün mənfi 2x kiçikdir 0 olmalıdır. Onu da alıram ki, x böyükdür 0 olmalıdır. Hər iki tərəfi mənfi 2-yə bölsəm işarəsi dəyişər. 0 müsbət sonsuzluq cavabınızdır. 237 nömrəli sual. Ən kiçik, ən böyük qiymətlərinin cəmi. Birinci addım, parçanın uc nöqtələrində qiymətləri yoxlanılmalıdır. Ln 1-də 0 eləyir. İkinci, o birisi nöqtədə yoxlayaq. Y-də nəyə bərabər olur? Y çıxılsın. Ln Y-də 1-ə bərabərdir. Y minus 1. Yox. Düzdürmədim? Hə, düzdürdüm. 1-i 1, 1-i də Y minus 1. 2 dənə qiymətim hələ ki var. İndi teoreməsini almalıyam. Böhran nöqtəsini tapmaq üçün. 1 çıxaq 1/x. Ortaq məxrəcə gətirsək, x minus 1 bərabərdir 0 tənliyinin həlli. X bərabərdir 1-dir. Səhv etmirəmsə. X bərabər 1. Elə onu təkrar qiymət aldım da deməli. Onda bu ifadənin biri elə ən böyük qiymətdir, biri də ən kiçik qiymətdir. Y 2,71 olduğu üçün Y minus 1 ən böyük qiymətdir, biri isə ən kiçik qiymətdir və bunların cəmi soruşulur bizdən. Y minus 1 ilə 1-i toplayanda cavab qalır Y. Ədədi sualımızın cavabıdır. Maksimum və minimum nöqtələrinin cəmi tapılması soruşulur. Birinci tərtib teoremi almalıyıq böhran nöqtəsi üçün. Hasil funksiyası kimi baxacam. Birincinin teoreməsi vuraq
İkinci funksiya üstə gələk. Birinci funksiya vurulsun. İkinci funksiyanın törəməsi. Kök 6x'ın törəməsi 1 bölək 2 kök 6x olduğu üçün ifadə düşür məxrəcə. Bir də mürəkkəb funksiya olduğu üçün kök 6 ifadədən törəmə almalıyıq. Bu da eləyər. 1-in törəməsi 0, mənfi x kvadratında törəməsi mənfi 2x. Neyək? Bunu ortaq məxrəcə gətirək. Gətirək böhran nöqtəsi almaq üçün gətirməliyik. 2-ni apara bilərəm əslində. 2 yazmayım. Məxrəcdə 1 çıx x kvadratı olar kökün altında. Onda burada da onu yazsam bu 1 çıx x kvadratı olacaq. X-ı mənfi x-a vursaq çıxılsın x kvadratı. Belə bir şey olur, səhv eləmirəmsə. Düz yazdım, səhv yazdım. Qoy bir dənə də yoxlayım. Birincinin törəməsi vuraq. İkinci funksiya üstə gələ. Birinci funksiya vurulsun. İkincinin törəməsi 1 bölü 2. Orada da mənfi 2x. 2'lər ixtisar getdi. Mənfi x qaldı. Çox güman ki düzdür. 1 çıxaq 2x'ın kvadratı. Kök altda 1 çıx x-ın kvadratı bərabərdir 0. X kvadratı bərabərdir 2'də 1 olmalıdır. X də bərabərdir müsbət mənfi 1 bölək kök altı 2 olur. Biri maksimum, biri minimum nöqtəsi qəbul ediriksə onların cəmi nəyə bərabər olur? 0'a bərabər olur. Və bu funksiya yenə mənə tanışdır. Bu artıq 4-cü dəfədir mən bundan teorem alacağım. Amma hər dəfə fərqli suallar soruşulur da. Yəni eyni suallar soruşulmur. Ona görə siz götürüb əzbərləmək istəsəz məsələn, ola bilər ki, sizin orada qarışdırma riskiniz var. Ona görə diqqətli olun. Azalma intervalı. Birinci tərtib teoremi kiçikdir 0 olmalıdır. 3'də 1 vuraq. X kubunun teoreməsi 3x kvadratıdır. Üstə gələk. 2'də 1 vuraq. X kvadratında teoreməsi 2x-dir. 6x'in də teoreməsi 6'dır. İxtisar gedəndə burada qalır. X kvadrat plus x minus 6 bərabər 0. Kökləri nədir? Mənfi 3 ilə 2'dir. Kiçikdir 0'dırsa onda bu olur mənfi 3 ilə 2 arasında. Yəni bunu dönə-dönə demişik. Paraboladır. Parabolanın mənfi olduğu aralıq soruşulursa, yəni harda mənfi olduğu soruşulursa o x1, x2 köklərin arasında olur. Və bu aralıqda olan ən kiçik müsbət ədəd 2 daxil olmadığından cavab 1'dir. Funksiya maksimum nöqtəsi 240 nömrəli sual. Tapaq maksimum nöqtəsini. Birinci tərtib teoreməni 0'a bərabər eləyim ki, böhran nöqtəsini alım. Birinci tərtib teoremə bərabərdir. X-in teoreməsi 1, 1 bölü x-in teoreməsi isə mənfi 1 bölü x kvadrat. Ortaq məxrəc gətirsək x kvadrat çıx 1 bölək x kvadrat bərabər 0. Kökləri nədir bunun? Müsbət mənfi 1'dir. Çünki məxrəc 0 olmur, sürəti 0 olur. Yaxşı, bunun hansı maksimumdur, hansı minimumdur? Bunu nə ilə təyin edirik? Teoremənin işarəsi ilə. Mənfi 1 bura yazaq, müsbət 1 bura yazaq. 0 versəm aralıqda 0 yerləşir. 0 versəm verə bilmərəm. Çünki x kvadratı var burada. Onda bu əslində 0'ları da götürməliydim. 0'ı götürə bilərəm. Onsuz da hər iki tərəfdə işarə eyni olacaq. Mən onsuz da bərabərsizlik həll etmirəm ki. Tamam, qoy dəqiq olsun. Bax 0'ı bir dənə 2, bir dənə 0 kimi burada aralıqda götürürəm. Amma mənfi 1 ilə müsbət 1 isə kənarlarda götürdüm. İşarəni yoxlayıram 1'dən böyük ədədlər olan hissədə. 1'dən böyük olan hissədə müsbətdir. Mənfi 1'dən böyük olan hissədə də müsbətdir. Bu ikisinin arasında isə mənfidir. Deməli, bu funksiyamız maksimum nöqtəsi nə demək idi? Funksiya əvvəl artmalıydı, sonra azalmalıydı, düzdür? Artmalıydı, sonra azalmalıydı və burada, qoy rəngi ilə də bunu dəyişim. Baxın, müsbətdən mənfiyə doğru gəlmişik, düzdür? Deməli, bu mənfi 1 nöqtəsində bu funksiyanın maksimum nöqtəsidir. Amma azalmadan artmaya doğru gedən hissə isə 1 nöqtəsi, minimum nöqtəsidir. Bizdən maksimumu soruşur. Nöqtəsi sözü olsaydı mənfi 1'i cavab olaraq götürərdik. Amma maksimum soruşduğu üçün mənfi 1'i gətirib biz funksiyada yerinə yazmalıyıq. Yəni əslində mən axtarıram nəyi? F mənfi 1'i. O da bərabərdir mənfi 1 çıxaq 1 böl 1. O da bərabərdir mənfi 2.
Bu da bizim düzgün cavabımız. Funksiyanın qrafikinin çöküklük intervalı soruşulur. İkinci tərtib teoremi olmalıdır nə? Böyükdür 0. Birinci tərtib teoremini alım əvvəl. Y mənfi x kvadratı və bu funksiyada tanışdı. Buna aid başqa bir sual həll etmişəm. Y mənfi x kvadratın teoreməsi əvvəl özü, sonra da qüvvətin teoreməsi mənfi 2x-dir. İkinci tərtib teoreməsini alanda isə artıq mən buna hasil kimi baxmalıyam. Birinci funksiyanın teoreməsi vurulsun ikinci funksiya. İstə gələk, birinci funksiya olduğu kimi qalar. Vurulsun ikinci funksiyanın teoreməsi. Y mənfi x kvadratını hər iki halda kənara çıxardıram. 4x kvadratı çıx 2 bərabərdir. Çöküklük intervalı deyirsə böyükdür 0-dan. Hər iki tərəfi 2-yə bölsəm, 2 dənə kökü var bunun. 2-də 1, 1 böl kök altı. Mənfi 1 böl kök altı 2, bir dənə də müsbət 1 böl kök altı 2. Və parabol olduğuna görə bunun müsbət olması üçün kənardakı qollara baxmalıyıq. Kənar ortada isə mənfidir. Deməli, mənfi sonsuzluqdan mənfi 1 böl kök altı 2-yə qədər, 1 böl kök altı 2-dən müsbət sonsuzluğa qədər bu funksiyanın teoreməsinin işarəsi müsbətdir. Yəni olur, ikinci tərtib teoreməsi müsbətdir. Bu da olur onun nəyi? Çöküklük intervalı. Funksiyanın azalma aralığı. Bax, burada x çıx arktangensi idi. Bayaq başqa bir belə bir funksiya var idi. Yəni ona bənzər funksiyadır. Birinci tərtib teoremə 1 böl 1 üstə gəl x kvadratda arktangensin teoreməsi çıxılsın 1. Azalma intervalı soruşulur. Ortaq məxrəc gətirək. 1 üstə gəl x kvadrat 1 çıxaq 1 çıxaq x-in kvadratı. O da bərabərdir. Birlər getdi, qaldı. Mənfi x kvadrat 1 üstə gəl x kvadrat. Fikir verirsəz, məxrəc həmişə müsbətdir, x kvadratı müsbətdir. Amma qabağında mənfi olduğuna görə mənfi x kvadrat mənfidir. Bu ifadənin işarəsi həmişə mənfidir. X-in istənilən qiymətində mənfi sonsuzluq, müsbət sonsuzluqda azalmadır. O biri misalda x çıx arktangensi idi, səhv eləmirəmsə. Burada artma aralığı soruşurdu. Bunun tərsi olduğu üçün orada x kvadrat böl 1 üstə gəl x kvadrat almışdıq. Bu həmişə müsbətdir. Deməli, bu ifadə həmişə müsbətdir teoreməsi, amma burada isə mənfi belə bir şey alınır. Yəni, misalları həll etməyinizdə yaxşı tərəf odur ki, misalları sonra imtahanda qarşınıza çıxanda da artıq sizə tanış olur. Artma aralığı birinci tərtib teoremə müsbət olmalıdır. Birinci tərtib teoreməni tapaq. X-in teoreməsi 1, kosinusun teoreməsi də mənfi sinus x. Böyükdür 0 olsun. Sinus x alırıq ki, burada kiçikdir 1 olmalıdır. Və sinusun təyin oblasti nədir? Mənfi sonsuzluq, müsbət sonsuzluq. Sinusu da bilirik ki, sinusun daxil olduğu aralıq mənfi 1, qiymətlər çoxluğu mənfi 1, müsbət 1 arasındadır. Yəni, sinusun istənilən qiymətində onsuz da 1-dən kiçik qiymət alır. Və bu da olur onun artma aralığı. Yəni, bu funksiyanın teoreməsi həmişə müsbətdir. Funksiyanın ekstremum tapın. Ekstremumları dedik. Birinci tərtib teoremi 0-a bərabər edir. Böhran nöqtəsini əvvəl alaq. Birinci tərtib teoremi burada nəyə bərabərdir? 1 çıxaq. Elinin teoreməsi 1 böl 1 üstə gəl x. Bir dənə də bundan teorem olsa, o da 1 eləyir. Heç nə dəyişmir. Ortaq məxrəc gətirə bilərəm. 1 üstə gəl x çıx 1. Birlər islah getdi. Qaldı x bölünsün. 1 üstə gəl x. Yaxşı, bu bərabərdir. 0 həll etsək bunu, funksiyanın teoreməsi bərabərdir 0. Bu tənliyin həllində məxrəc 0 olmaz, sürət 0 olar. Sürətdə x bərabər 0-da 0 olar. Deməli, bir dənə ekstremum var. O da ilə 0 nöqtəsidir. 7-8 dənə sualınız qalıb funksiyanın tətbiqi ilə bağlı. Sonra limitlər başlamalıdır. Səhv etmirəmsə 253-ə qədər sualınız. Artma aralığı birinci tərtib teoremi böyükdür 0 axtarırsınız. Funksiyanın birinci tərtib teoreməsi bərabərdir. X-in teoreməsi 1, elinin teoreməsi 1 böl x olduğu üçün nə varsa düşüb məxrəcə və əlavə olaraq da mötərizənin teoreməsi bu da 2x eləyər. Ortaq məxrəc gətirək.
1 üstə gəl x kvadrat çıxaq 2x. Alıram x-in kvadratı çıx 2x plus 1. 1 üstə gəl x-in kvadratı. Fikir versəz, sürət elə müxtəsər vurma düsturudur. X minus 1-in kvadratıdır sürətdə. Məxrəc isə 1 üstə gəl x kvadrat. Bu ifadənin qiyməti məxrəc həmişə müsbətdir. Sürətdə isə yalnız x bərabərdir bir dənə nəyi ala bilməz? X bərabər 1-də 0 olur, qalan halda isə müsbət olur. Deməli, funksiyanın artma aralığı elə bu həmişə müsbət olduğuna görə funksiyanın birinci tərtib teoreməsi həmişə 0-dan böyükdür. Yəni, şərti olaraq burada sözsüz ki, bərabərlik də qəbul edə bilərik. Ona görə də mənfi sonsuzluq, müsbət sonsuzluq bu funksiyanın nəyi olur? Artma aralığı olur. Olsun, bu da olsun, mənfi sonsuzluq, müsbət sonsuzluq. 246 nömrəli sual A və B-nin hansı qiymətində nöqtə funksiyanın qrafikinin əyilmə nöqtəsidir? Bu tipli suallara artıq baxmışıq. İkinci tərtib teoremi nə olmalıdır? 0 olmalıdır. Hansı nöqtədə? 1 nöqtəsində. Yəni, funksiyanın ikinci tərtib teoreməsi x-a 1 versək 0-a bərabər olmalıdır. Birinci tərtib teoremə bərabərdir. A əmsaldır, qalır olduğu kimi x kubunun teoreməsi 3x kvadratdır. Üstə gələk B əmsaldır, olduğu kimi qalır. X kvadratın teoreməsi 2x-dir. İkinci tərtib teoreməni alın. İkinci tərtib teoremədə isə A vur 3. 3A. X kvadratında teoreməsi 2x-dir. Üstə gələk. X-in əmsalı burada 2b-dir. Ona görə də bu teoremədən 2b qalar. Bərabərdir 0. Nə zaman? X-a 1 versək. Onda alıram burada 6a üstə gələk 2b bərabərdir 0-a. 2-yə ixtisarı getsə 3a bərabərdir mənfi b. 3a bərabərdir mənfi b. Yaxşı. Bəs burada indi biz a ilə b-nin necə daha dəqiqliyi ilə tapa bilərik? 1-3 nöqtəsi funksiyanın əyilmə nöqtəsi olduğu üçün burada f-in yerinə 3 qoysaq. İkinci tərtib teoremənin 0-a bərabər olduğu halda biz 3a bərabər b-ni aldıq. 1-3 nöqtəsi bu funksiyanın ümumiyyətlə x-i 1 olanda y-i 3 olmalıdırsa bu funksiyanın özündə nəzərə almalıdır. Özündə də biz bunu nəzərə alaq, yazaq. Misal necə idi? Qoy dəqiq baxım. Yazıram yerində 3 bərabərdir. Yəni f(x)-a 3 verirəm də. X-in 1 versəm qalar a üstə gələk b. Belə bir sistem tənlik həll etməliyik. Baxın. Yəni a, b-ni daha dəqiq tapmaq üçün belə bir sistem tənlik həll etməliyik. Burada nə edə bilərik? Burada dəqiq bir dənə həll yazaq. B mənfi 3a olsa 3 bərabər olar a çıxaq 3a-ya. Buradan da alıram mənfi 2a bərabərdir 3-ə. A da bərabərdir mənfi 1/5-ə. A mənfi 1/5. 2 halda var. B-nin qiymətini tapmaq üçün də B mənfi 3a-ya bərabər olduğu üçün B-ni də tapanda bunu 3-ə vurarlar. Bu da 4,5 eləyər. 4,5 cavabımız düzdür. 247. Funksiyanın böhran nöqtələrinin cəmi, yəni birinci tərtib teoreməsi 0-a bərabər olmalıdır. Birinci tərtib teoreməsini 0-a bərabər eləyən köklərin cəmi. Nisbət funksiyası olduğu üçün məxrəcin kvadratı. Sürətin teoreməsi ilə 1-dir, vurulsun məxrəc. Üstə gələk sürət vurulsun. Üstə gələk yox, çıxaq. Çıxaq, məxrəc, sürət vurulsun. Məxrəcin teoreməsi də 2x eləyər. Bərabər ortaq məxrəc gətirsəm 1 üstə gəl x kvadrat çıxaq. Düz yazdım bunu. 1, bu da 1 üstə gəl x kvadrat. X plus 1 olduğu kimi qalar 2x. Hə, düz yazdım. Çıxaq 2x-in kvadratı. Çıxaq bir dənə də 2x. Məxrəci də 1 üstə gəl x kvadratının kvadratı var. Görüm sürətdə nə alırıq? Sürətdə alırıq ki
Mənfi x-in kvadratı çıxılsın 2x üstə gəl 1. 1 üstə gəl x kvadratının kvadratı. Böhran nöqtələri hansıdır burada? Buranı sıfıra çevirən qiymət cəmi soruşulursa, əks işarə ilə çevrilmiş kvadrat tənliyimiz x kvadrat üstə gələk 2x minus 1 olar. Və çevrilmiş kvadrat tənlikdə Viet teoreminə əsasən əks işarə ilə x-in əmsalı, yəni mənfi b-yə bərabərdir cəm. Bu isə mənfi 2 nöqtəsi bizə verir. 248 funksiyanın artma intervalı birinci tərtib teoreməmiz böyükdür 0 olmalıdır. Elinin teoreməsi 1 bölək nə varsa hamısı məxrəcdə, çıx 4x plus 12. Mürəkkəb funksiya olduğu üçün bir dənə də mötərizədən teoremə alırsınız. Bu da 2x çıxaq 4 eləyir. Böyükdür 0 axtarırıqsa məxrəc diskriminantı mənfidir. Fikir verirsəz 16 çıx 48 an diskriminant mənfi olanda bu ifadə həmişə müsbətdir. Onda bizə lazımdır ki, yalnız sürət müsbət olsun. Bu da x böyükdür 2 olmalıdır. 2 müsbət sonsuzluq artma intervalımız oldu. 249'da funksiyanın maksimum nöqtəsini təyin edin deyilir və biz də təyin edək. Böhran nöqtəsi almalıyam yenə də. Hasil kimi baxın buna. Baxın da birincinin teoreməsi vuraq. İkinci funksiya üstə gələk. Birinci funksiya vuraq. İkinci funksiyanın teoreməsi 2x minus 4 eləyər. Mötərizədən də teorem alsam 1 eləyər. Bərabər sadələşdirim görəsən bunu. Yox. X minus 4'ü ortaq vuruq kimi kənara çıxarım. Birini götürdümsə biri qaldı. Onda 2x'i o yerdə qalana vurmalıyam. 2x vur 8x eləyər. Üstə gələk. Əslində 2x tam çıxara bilərdim. Bir dənə düzəliş eləyim. Bax, burada həm x minus 4 ortaq vuruqdur, həm də x-in biri ortaq vuruqdur. Onda x-i də çıxartdım. X çıx 4 də çıxartdım. Qaldı 2 vurulsun. 2-ni vurdum mötərizənin içinə. X-i də saxladım. X minus 4'ü saxlamışdım. X-i götürdüm. X minus 4'ü götürdümsə x-in biri qaldı. Bir dənə də 2 qaldı. Minus 2x. Belə bir şey qalır. Plus. Yaxşı. Burada nəyimiz var? X minus 4. Burada da 4x çıx 8 bərabər 0. Bizim neçə dənə burada böhran nöqtəmiz var? 1x bərabər 0, 1x bərabər 4, bir dənə də x bərabər 2. Yaxşı, bunun hansı maksimumdur bəs? Hansı maksimumdur? Biz funksiyanın bunun üçün nə etməliyik? Yoxlamalıyıq ki, hardan hara bu işarəsini dəyişir. 2, 4. 0 ilə 2 arasında 1 nöqtəsini yoxlamaq istəyirəm. Mən burada funksiyanın teoreməsi buydu da. Yerinə 1 yazsam müsbətdir, yerinə 1 yazsam mənfidir, yerinə 1 yazsam mənfidir. Deməli, bu intervalda funksiya müsbət, mənfi, üçünün də hasili müsbət eləyir. Burada mənfi, burada müsbət, burada mənfi. Deməli, 0'da azalıb, sonra artıb bu minimum nöqtəsidir. 2'də isə artıb, sonra azalıb, deməli bu maksimum nöqtəsidir. 4'də yenə də azalıb, sonra artıbsa bu minimum nöqtələridir. Yalnız 2 nöqtəsi bu funksiya üçün nədir? Maksimum nöqtəsidir. Çünki biz bilirik ki, biz ekstremum tapanda maksimum minimum olmaq üçün teoremələrin işarəsinə baxmalıyıq. Müsbətdən mənfiyə getdiyi hissədə artıb, sonra azalıb. Ona görə də bu nöqtə maksimum nöqtəsi oldu. 250 nömrəli sualda funksiyanın əyilmə nöqtəsi çox sadə bir sualdır. Əyilmə nöqtəsi ikinci tərtib teoreməni almalıyam. Birinci tərtib teoreməsi bu funksiyanın 3x-in kvadratıdır. İkinci tərtib teoreməsi isə 6x-dir. O da bərabərdir 0 olması üçün x bərabər 0 olmalıdır. X 0 olanda yerinə qoyanda y də bərabər 0 olur. Yəni y deyəndə fx deyək də. Fx də bərabər 0 olur. 0, 0 nöqtələr cütü funksiya üçün oldu əyilmə nöqtəsi. Əyilmə nöqtəsinə aid yenə də çox sadə bir sual.
Birinci tərtib teoreməsi bərabərdir 3x-in kvadratına. İkinci tərtib teoreməsi isə bərabərdir 6x-a. 6x bərabər 0-dırsa x bərabər 0-dır. X 0 olanda isə f 0-da bərabərdir 0 çıxaq 5-ə -5-ə. Deməli 0 -5 olur sizin əyilmə nöqtələrinizin koordinatı. 52 nömrəli sual yenə də əyilmə nöqtəsi. Birinci tərtib teoremə hasil kimi baxsam, birinci funksiyanın teoreməsi 1 vurulsun ikinci funksiya olduğu kimi qalar. Üstə gələk. Birinci funksiya vurulsun ikinci funksiyanın teoreməsi 1 üstə gəl x kvadratıdır. Əyilmə nöqtəsi üçün ikinci tərtib teoreməni tapmalıydım. İkinci tərtib teoremə 1 bölək 1 üstə gəl x kvadrat eləyər. Arctangensin teoreməsi. Buna isə baxmalıyam nisbət kimi 1 üstə gəl x kvadratının kvadratı. Sürətin teoreməsi vuraq məxrəc çıxaq. Sürət vur. Məxrəcin də teoreməsi 2x-dir. Bərabər. Buradan nə qalır? 1 böl 1 üstə gəl x kvadrat üstə gələk. 1 üstə gəl x kvadratı üstə çıx 2x-in kvadratı çıx 2x. 1 üstə gəl x kvadratının da kvadratı. Ortaq məxrəc gətirsəm 1 üstə gəl x kvadratının kvadratı desəm, burada olacaq 1 üstə gəl x kvadratı üstə gələk. Burada nə gedir, nə qalır? Burada qalır 1 çıx x kvadratı çıxaq 2x. Bu da bərabərdir. 1 üstə gəl x kvadrat minus x kvadrat. Hə, x kvadratlar getdi. Qaldı 2 çıx 2x. Əla. 1 üstə gəl x kvadratının kvadratı. Bərabərdir 0 tənliyin də həlli x bərabər 1 alıram. X bərabər 1-i gətirib funksiyada yerinə yazmalıyam. X-a 1 versəm, bu funksiya nə alır? F1-də nə alır? 1 üstə gəl 1, 2 eləyir. Arctangens 1 o deməkdir ki, tangens nə vaxt 1 alır? Tangens 1-i alır pi böl 4-də. İxtisarı getsə qalır pi böl 2. Deməli, cavabımız 1 və pi böl 2 nöqtələr cütü olur. Funksiyanın əyilmə nöqtəsi tamamilə düz almışıq. 253 nömrəli sual. Hə, bu sualla sizin funksiyanın tədqiqi bitməlidir. Yenə də əyilmə nöqtəsi birinci tərtib teoremə bərabərdir 3x-in kvadratına. İkinci tərtib teoremə isə bərabərdir 6x-a. İkinci tərtib teoremə 0 verən nöqtə əyilmə nöqtəsidir. X bərabər 0-dırsa, f də 0-da bərabərdir 0 plus 1, 1 eləyir. Deməli, 0, 1 nöqtələr cütü olur əyilmə nöqtəsi. Funksiyanın tədqiqi bununla da başa çatdı.